Beləliklə, Kamran bəy Rəhimov startını səsləndirdi və Sabah Şamaxı maçı start götürdü. Top meydanın mərkəzindən oyuna ev sahibi. Rüfət keçdi rəqibi, təhlükəli gəldi Şamaxı komandası. Rüfət Abbasov ondan ötürü və Şuaybu topu qapıdan keçirə bilmir. Baxırıq və burada Amin Seydiyev top meydandan çıxara bilmədi. Rüfət Abbasov qarşısında boşluq var idi və yaxşı da ötürmə etmişdi amma Rüfət irəliyir. Rüfət qapıya baxır, özü zərbə endirir, top qapıdan alı keçdi. Amma qapıcının toxunuş var, bəli. Və təhlükəli bir zərbə. Və Pakatilov barmaqlarına gəldi. Apolinario. Və Umar Rahman Əliyev topu uzaqlaşdırır təhlükəli zonadan. Son epizodun təkrarını bir daha izləyirik. Solvet. Fit verildi, ötümə gəldi qapı qarşısına. Solvetin müdaxiləsi var, hücum davam edir. Arsen Ağcabəyevin zərbəsi qeyri dəqiq. Polinario müdaxilə etdi Umar Rahman Əliyev. Ondan ötürmə. Maluda. Sabah hücumdadır. Maluda. Amin top istəyir. Amin Seydiyevdən qapı qarşısı göndərilən top. Puxa çalınmadı. Lepinitsa zərbə endirir. Girək. Hücum davam edir. Maluda. Bir daha baxaq epizodun təkrarına. Budur. Ricardo Fernandes. Sadəcə baxışlarla seyr edir. Lepinitsa'nın zərbəsindən sonra top qapı dirəyinə dəydi. Ötürmə. Cərimə meydançasına. Qapçı. Top. Nogueira. Puxaç. Cərimə meydançası ötürmə. Mikels. Mikels. Zərbə və qapçı. Küncdən zərbə yerinə yetiriləcək. Umar Ali Rahman Əliyev. İndi Nuriyev topladı. Kahin Paris. İsayev. Çox az vaxt qalıb və bitdi. Finalti səslənir. Kamran bəy Rəhimov finaltini səsləndirir və tamaşaçılar beləliklə 12-ci turun Sabah Şamaxı maçında qalib müəyyənləşmir. 0-0 hesabla heç-heçə